Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum və nəfsi bi təqvallah. Əziz müminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Allah bəşər evladına çoxlu nemətlər bəxş eləyib və insanın vəzifəsidir, borcudur ki, o nemətləri Allahdan olduğunu dərk eləsin və Allahdan olduğunu dərk eləyəndən sonra o nemətlərin şükrün yerinə yetirsin. Allaha bir təşəkkürünü bildirməlidir. Və eyni zamanda o nemətlərlə layiqincə rəftar etməlidir. Quran-ı Kərimdə İbrahim surasında Allah mütəal nemətlərinin barəsində biz insanlara, bütün bəşərə xitabən buyurur. Euzu billahi mineşşeytanirracim. Ve izâ teazzene rabbukum la in şekertum la izîdennekum. Yadva sal Peyğəmbər o zamanı ki, Rəbbimiz elan etdi. Əgər şükr eləsəz, nemətləri sizin artıracağam. Və la in kəfərtum inne qazabi leşədid. Əgər nemətlərə qarşı küfr eləsəz, nemətlərin qədrini bilməsəz, o nemətləri mən sizin əlinizdən alacağam. Bunu biləsiz. İlahi sünnə, ilahi qayda budur. Bəşər əhli nemətin qədrini bildikdə nemət çoxalacaq, nemətin qədri bilinmədikdə nemət əllərindən alınacaq. İndi bu nemətlər çoxdur. Saymaqla da bitməz. Quran-ı Kərimdə buyurur ki: "Və in ta'uddu ni'metallahi la tuhsuha innallaha lagafurur rahim." Əgər söz insanlar qalxsalar ki, ilahi nemətləri saysınlar, bu nemətləri sayıb bitirə bilmərlər. Mümkün deyil ki, insan Allahın nemətlərini sayıb qutara bilsin. Allah həqiqətən bağışlayan və rəhm eləyəndir. Yəni, biz Allahın nemətlərini saya bilmərik və Allahın nemətləri sonsuzdur, saya hesaba gəlməyən qədərdir və Allahın böyük nemətləri var və Allahın kiçik nemətləri var. Allahın böyük nemətləri o nemətlərdir ki, olarsız həyat mümkün deyil. İslam dini ilahi nemətdir. Quran ilahi nemətdir. Din ilahi nemətdir. Peyğəmbərlər ilahi nemətdirlər. Məsum imamlar ilahi nemətdirlər. Zaman o nemətlərin qədri bilinməyib, Allah əllərindən alıb. Bir də görürsünüz, tarixdə 500 il Peyğəmbər gəlməyib. Çünki Həzrət İsanı qalxıblar çarmıxa çəksinlər. Allah deyir ki, siz nə edirsiniz? Bu mənim Peyğəmbərimdir. Mən bunu sizin hidayətiniz üçün göndərmişəm. İndi ki, qədrini bilmirsiniz, alıb 500 il Peyğəmbər verməyib bəşərə. Deyib, siz bunun cəzasını çəkməlisiniz. Allah İslam Peyğəmbərini göndərdi, bəşər onun qədrini bilmədi. Qədrini bilməyəndə görürsən ki, Allah onun ardıca məsumların qədri bilinmədi. Onları İslam adı altında yaşayan insanlar, müsəlman adı altında yaşayan insanlar şəhid elədilər. Allah bir dənə imamını da çəkdi qeybə. 1200 ildən çox bir zamandır qeybdədir. Deyir, haçan qədrin bilsiniz, onda verəcəyəm. Siz qədir bilməyən insanlarsınız. Və eyni zamanda maddi nemətlər də bu cürdülər. Allahın bəxş elədiyi bizə maddi nemətlərin də biz qədrini bilməliyik. Bu günləri Allah bir şey sənə çox veribsə, belə düşünmə ki, bu sonsuzdur. Bu tükənir, bitir. Həyat da bu cürdür, nəfəs də bu cürdür, zaman da bu cürdür, pul da bu cürdür. Və Allahın bizə bəxş elədiyi nemətlərdən də biri, əzizlərim, su nemətidir ki, su neməti bizim həyat mənbəyimizdir. Bu nemətin qədri bilinməlidir. Bu nemətin çoxluğuna biz aldanmamalıyıq ki, əslində artıq bugün dünyada bir həyəcan təbliğ salınır ki, içməli su dünyada bəşərdə çatışmır. Artıq hər yerdə öz təsirini göstərir. Bizdə də öz təsirini göstərir. Görürsən, göllər azalır, dənizlər çəkilir, yağışlar, qarlar azalır. Əvvəlki dönəmin böyüklər burada təsdiq edirlər. O qarları, yağışları yağmır. Demək ki, nemətlər biz insanların günahları, biz insanların qədir bilməməzliklərinin nəticəsində yavaş-yavaş əlimizdən gedir. Bir hədis, mən çoxdan bu hədisi oxuyanda əvvəl təəccüb eləmişdim. Sonra yadımda da o hədisi də danışmışdım mən. Bir zaman Həzrət Əli əleyhissalam keçirdi, gördü bir nəfər çay kənarında oturub dəstəmaz alır. Biraz
çox istifadə edir də sudan. Həddindən artıq dəstəmazlı sudan istifadə edir. Həzrət Əli əleyhissalam buyurdu ki, hətta dəryanın ortasında olsun belə suya israf etmə. Uşaq dəstəmaz alanda da, axı mən dəstəmaz alıram, vacibatı yerinə yetirəm. Buyurdu ki, bəli, hətta vacibatı yerinə yetirəndə də belə haqqın yoxdur israfa yol verəsən. Adam düşünürdü ki, yəni adam doğrudan dənizin ortasındadır, ya çayın qırağındadır. Burada da adama demərlər ki, suya israf eləmə. Həzrət Əmr əleyhissalam bizə öyrədir, başa salır, anlatmağa çalışır ki, bəli, nemətin içində olanda elə nemətin qədrini bilməlisən. Nemət əldən çıxandan sonra hamısı onun qədrini bilir. Nə qədər ki, nemətin içinə qərq olmusan, nemət hər tərəfdən səni əhatə eləyib, Allah sənin bu xüsusiyyətini görmək istəyir ki, sən o nemətlə qərq eləyəndə sən ondan lazımınca istifadə edə bilirsən, sən onun lazımınca qədrini bilə bilirsən. Yoxsa nemət əlimdə də, eşidə, indi buradadır da, məscid kimi nemət var əlimizdə, deyək ki, da, məsciddir də, bu cür olmalıdır. Bir də ölsə, məsələn, bir pandemiya gəldi, bir neçə il məscid bağlandı, hamımız başa düşdük ki, doğrudan bu başqa nemət imiş. Nə qədər darıxdıq məscidlər üçün. Yəni, həmişə nemət adamın əlində olmaya bilir. Ziyarətlər də bu cürdür. Həyatımız da bu cürdür, dostlarımız da bu cürdür, ailə üzvlərimiz də bu cürdür, gənclər, ata-ana da bu cürdür. Düşünmün ki, həmişə əlimdədir. Bir gün gedir, bir gün adam yanır. Bir gün təsirlənir ki, kaş olaydı valideyn, məsələn, elə bir qoxusunu alaydım, bir nəfəsini duyaydım. Ona görə bu nemətlər və xüsusilə, əlbəttə, yenə deyirəm ki, su ki, həyat mənbəyidir. Quran-ı Kərimdə nə qədər ayələrimiz var ki, vaxtımızda məhduddur bunun barəsində. Allah Müteal buyurur, وَجَعَلْنَ مِنَ الْمَاءِ كُلِّ شَيْءٍ حَيَّ. Bəşərdə nə qədər canlı vardır, biz hamısını sudan yaratmışıq. Yəni, su bizim həyat mənbəyimizdir. Və susuz da bir an, əlbəttə, yaşayış qeyri-mümkündür. Buna hamınız da təsdiq edirsiniz. Və Quran-ı Kərim buyurur, يُنَزِّلَ عَلَيْكُمْ مِنَ السَّمَاءِ مَاءً لِيُتَهِّرَكُمْ بِهِ. Biz göydən su üçün su endirdik, su nazil elədik, tabi ilə paklaşasız, paklanmaq üçün həm də Allah bizə suyu göndərir. Necə içib ondan istirab olduqsa, eyni zamanda paklanmaq üçün də dəstəmaz alsın insan, qusl alsın insan və Allahın bu neymətlərinin də qədrini bilsin. Allahın bu neymətlərinə görə də Allaha mütləq budur ki, insan təşəkkür etməlidir. Allahın verək izzətinə, cəlalına, əzəmətinə. Allah Müteal bizləri neymətlərinin qədrini bilənlərdən qərar versin inşallah.